Bugün ben sinə batıqlığı və eyni zamanda kifoz bucağının düzlənməsi barədə məlumat vermək istəyirəm. Göründüyü kimi çəkməçi döş qəfəsi deformasiyasında artıq mən ölçdükdə burada 400 sm sinə batıqlığı gördüm. Amma üstə gələk kifoz bucağının düzlənməsini həm öndən sinə batıqlığı, həm də həddindən artıq oxuduqda kifoz bucağının düzlənməsi bizim hansı orqanların sıxılmasına səbəb olur? Ürəyin və ağciyərlərin. Diafraqma üstü bu iki orqana məxsusdur. Orada ürəkdən çıxan aorta, baş beyinə gedən yuxu arteriyası, ensə arteriyası, qida borusu, traxeyalar, bunların hamısı sıxılaraq onlara aid olan sahə azalır. Beləliklə də ürək tənəffüs çatışmamazlığı yaranır. Siz düşünəcəksiniz ki, doktor, sinə batıqlığı var idi. Bəs niyə kifoz bucağı da düzlənib dediniz? Çünki uşaqlar həddindən artıq oturaq vəziyyətdə kompüterlə, telefonla məşğul olduqda başı qabağa gətirirlər, boyun lardozu düzlənir, döş kifozu düzlənir. Adətən biz hiperkifozdan danışırdıq. Yəni, kürək gevdə önə, kürək arxaya. Buna deyirdik kifoz bucağının artması. Amma indi qarşımızda kifoz bucağının düzlənməsi var. Öndən sinə batıqlığı çəkməçi döşü. Arxadan isə kifoz lardozunun düzlənməsi artıq bizdə ürək damar çatışmamazlığı yaradacaq. Bu uşaqlarda uzağı yaxını görmə pozulacaq. Eyni zamanda agresiya yarım saatdan sonra peşmançılıq olacaq. Həm də biz bel nahiyəsinə baxsaq bir dərsi bəlkə də neçə dəfə oxuyacaqlar. Biz bel nahiyəsinə baxanda görəcəyik ki, kifoz bucağının düzlənməsi ilə bərabər lardoz bucağımız da düzlənib. Deməli, biz yalnız sinə batıqlığı üzərində işləməli deyilik. Həm lardoz bucağını, həm düşən çiyini, həm kifoz bucağını düzləməliyik. Çanaq barədə məlumat vermək istəyirəm. İkinci biz çanağa baxırıq. 0.5 fərq norma sayılır. Orta xəttdən xəttimizi qaldırırıq. Düzdür. Burada gördüyünüz 7 rəqəmi o qədər də çox rəqəm deyil. Sadəcə olaraq düşən çiyin bizdə bu rəqəmi yaratdı. Gevdəni biraz yerinə çəkməliyik. Məsələn, bugün biz 7 rəqəminə az deyərək onu normala gətirməsək, patologiyanın qarşısını alıb gevdəni, çiyini qaldırıb gevdəni yerinə çəkməsək, yavaş-yavaş 17, 27, 37 və yavaş-yavaş həmən 88 dərəcəyə çataraq. Nəyə görə baş verir skalyoz bucağının artması? Valideyn zamanında gələndə düşünür ki, cüzi bir şeydir, sadə bir şeydir bu skalyoz bucağı. Ona görə də buna səhlənkar yanaşırlar. Yəni, öz düşündükləri protokolla gedirlər. Doktorun dediyi protokolla yox. Ümumilikdə patologiyanı dayandırmaq, fasilə verib düzləmək, sonra bu iki nəticəni möhkəmləndirərək 6 ayda bir o uşağı müalicə etmək lazımdır ki, tamamilə aradan qalxsın.